mən Şəhriyar Mirzəliyev. Bugün sizlərə Google Chrome brauzerini yaddaşını təmizləməyi öyrədəcəm. Bu bizim nə işimizə yarayacaq? Təbii ki, əksər vaxtlarda biz hansısa bir internet klubda və yaxud da hansısa bir dostun, qohumun, tanışın kompüterində Facebook, Twitter, YouTube və s. Sosial şəbəkələrə daxil oluruq və bu zaman bizim email hesablarımız orada qalır, brauzerlərin yaddaşında. Bildiyiniz kimi brauzerlərin funksiyaları var, hansı ki bir dəfə daxil olduqdan sonra emaillər yaddaşda saxlayır. Bu əslində bizim bir yanına baxanda xeyrimizədir ki, daha sürətli tapılır. Həmçinin də qıra bir yerdə daxil olanda bizim emailimiz orada qalır və şifrə də asan bir şifrə olsa bizim hesabımıza daxil ola bilərlər. Yəni orada tək emaildən getmir, login email ikisi də yəni qala bilər. Bunun üçün biz Google Chrome, yəni Google brauzerinin yaddaşını təmizləyəcək. Hansı ki o yaddaşı təmizlədikdən sonra sanki Google yeni yüklənib, brauzerimiz sanki yeni yüklənib, yəni yaddaşında heç bir şey olmayacaq. Onu da qeyd edim ki, siz hansısa qohumun, tanışın brauzerini etdikdə ona xəbərdarlıq etsəniz daha yaxşı olar. Çünki məsələn mən sizə göstərəcəm, amma özüm silməyəcəm. Brauzerin yaddaşında çoxlu şeylər var, hansı ki istəmirəm onlar silinsin. Qısaca dərsimizə başlayaq. Brauzerə daxil olduqdan sonra gördüyünüz bu hissədə, 3 pilləli hissədə bura vururuq və açılan paneldə aşağı hissələrdə ayarlar, bildiyiniz kimi Google brauzeri Azərbaycan dilində yoxdur. Ayarlar bölməsi və yaxud da rus dilindədirsə sizə Nastroyka daxil oluruq. Qarşımıza belə bir panel çıxır. Bu paneldə ən aşağı hissədə gelişmiş ayarlar, yəni daha çox göstər belə bir şeydir. Buna vururuq və qarşımıza yenə gördüyünüz kimi həmən panel əslində sadəcə uzanır bu panel. Burada bir çox düzəlişmələr var. Çalışın siz bunların heç birinə əl vurmayın. Və ən aşağı hissədə gördüyünüz kimi tarayıcı ayarlarını sıfırla deyilən bölmə var bu hissə. Tarayıcı ayarlarını sıfırla nə deməkdir? Bayaq qeyd etdiyim kimi, yəni sizin brauzerinizin yaddaşı sıfırlanacaq. Buna vurduqda artıq sizin brauzerin yaddaşı sıfırlamağa başlayacaq. Sadəcə mənim brauzerimin yaddaşında çoxlu fayllar olduğuna görə mən bunu etmirəm. Çünki mənə lazım olan sistemlər var, hansı ki istəmirəm ki onlar silinsin. Məsələn, bunu vurduqdan sonra qeyd kimi mən göstərim. Məsələn, mənim saytımın sadəcə başlıq hərfin yazdıqda gəlirsə, gördüyünüz kimi, siz onu sıfırladıqda artıq gərək şəhriyarmx.com yazıb enteri vurasınız ki, sizin sayta, mənim saytıma daha doğrusu siz daxil ola bilərsiniz. Yəni burada qeyri-adi, yenə deyirəm, heç bir şey yoxdur, sadə bir şeydir. Yəni tarayıcını sıfırla deyir və salam. Onunla da bizim brauzerimizin yaddaşı sıfırlanır və bizim hesabımız, loginimiz və email postumuz brauzerin yaddaşından silinir. Bunu internet klublarda daxil olarkən edə bilərsiniz. Məni şəhriyarmx.com saytından izləyə bilərsiniz. Sayta daxil olduqdan sonra, məlumatdan istifadə etdikdən sonra reklamlardan hər hansı birinə klikləsəniz əla olar. İstəklərinizi istəklər bölməsində qeyd edə bilərsiniz. Dərslər barəsində fikirlərinizi, iraqlarınızı şərh formasında dərslərin altından və yaxud da YouTube kanalından qeyd edə bilərsiniz. YouTube kanalına abunə olursanız şad olaram. Gördüyünüz kimi YouTube kanalı Şəhriyar Mirzəliyev, qısa linki Şəhriyar MX-dir. Gördüyünüz kimi. Bu dərsimizdə belə qutardı. Mən dinlədiyiniz üçün təşəkkürlər.